Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bildiyiniz kimi bizim Ali Riyaziyyat və Riyaziyyat Sevərlər üçün rubrikasının altında mühazirələrimiz, videolarımız var. Ancaq biz yeni rubrika açmaq qərarına gəldik. Hansı zərurətdən doğdu bu? Mən tələbələrin universitetdə yaşadığı problemləri, oxuma problemləri olduğunu və mənə olunan müraciətləri bir sıra səbəblərdən yeni rubrika abituriyentlər sizin üçün rubrikasında videolar çəkmək qərarına gəldim. Tələbələr bugünün abituriyenti sabahın tələbəsidir. Tələbələr imtahanı universitetdə yazılı imtahan verir. Bu da testlə hazırlaşan, bəzən də düzgün formada hazırlaşmayan tələbələr gəlib yazılı imtahan verməkdə problemlər yaşayır. Bu problemlər olmaması üçün və ölkəmizdə, dünyanın əksər ölkələrində tələbələr yazılı imtahan verdiyini nəzərə alıb, mən sizə bu tövsiyələri eləyirəm ki, yazılı imtahan üçün elmi yolla hazırlıq keçib, riyaziyyata yaxşı, öz fənnimiz olduğuna görə deyirəm, yaxşı hazırlaşıb tələbə olmaq lazımdır. Və yaxşı tələbə bugünün tələbəçisi də sabahın magistratıdır və s. və s. Sabahın o birisi günün doktorantıdır, proses, həyat davam edir. İndi isə mən sizlər üçün, abituriyentlər sizin üçün rubrikasında birinci dərsimizə başlayıram. Birinci dərsimizdə qismən sadə və özünüz də görəcəksiniz ki, suallar hansı formada öyrənmək daha məqsədə uyğundur. Sual 1. Əvvəlcə sualları lövhədə yazacağım, sonra lövhədə həll edəcəyim. Sual 1. Y bərabərdir kx üstəgəl b funksiyasının qrafiki verilmişdir. K və B-nin işarəsini təyin edin. İşarəsini təyin edin. Həlli və qrafikimizdə şəkildə bu cürə verilib. Düzcaqlı müstəvi üzərində düzcaqlı Dekart koordinat sistemində y bərabərdir kx plus b funksiyasının qrafiki bu şəkildə verilir. Yəni, el düz xətti, bax, hər bir xətti funksiya bir düz xətti təyin edir müstəvi. Bu düz xəttin üçün k bucağı əmsalı və b hansı şərtləri ödəməlidir, yəni onların işarəsi necə olmalıdır. Bildiyiniz kimi, əgər düz xət absis oxunun istiqaməti ilə iti bucaq əmələ gətirirsə, onda k da bərabərdir tangens alfa olduğundan, tangensdə birinci rübdən müsbət olduğunda bu böyükdür 0 olur. Yəni, k böyükdür 0. K-nı biz təyin elədik. X 0 olanda düz xəttin tənliyindən çıxır ki, y bərabərdir b. B də bizdə ordinat oxu üzərində düz xəttin kəsmə nöqtəsidir. Deməli, B də koordinat başlanğıcının aşağıda olduğundan işarə mənfidir. Deməli, biz təyin elədik ki, cavab yazırıq. Cavab K böyükdür 0 bu məsələ üçün, B kiçikdir 0. Deməli, məsələ bu sual bu cürə həll olunur. İkinci suala keçək.
Sual 2. A-nın hansı qiymətlərində A-nın hansı qiymətlərində AX çıxaq 7Y bərabərdir 2, 2X çıxaq 14Y bərabərdir 3. Sisteminin həlli yoxdur. 7-ci sinifdən bilirsiniz həlli. Bilirsiniz ki, iki məhsullu, iki xətti tənliklər sisteminin həlli o vaxt yoxdur ki, məhsulun əmsallarının, uyğun əmsallarının nisbəti bir-birinə bərabər olur. -7 bölək -14 fərqli olur sərbəst hədlərin nisbətindən. Və buradan çıxır ki, biz götürürük bu hissəni, 3-də 2-dən fərqlidir, həqiqətən burada 2-də 1 alınır. Və A bölünsün 2 bərabərdir -7-yə ixtisar gedir, burada alınır 2-də 1. Və buradan da çıxır ki, A bərabərdir 1-ə. Deməli, sualın cavab olaraq götürürük. A bərabərdir 1 olduqda verilən sistemin həlli yoxdur. Bu sual da bu şəkildə həll olunur. 3-cü suala keçirik. Sual 3. Y bərabərdir. İkinci dərəcədən kök altında x kvadrat çıxaq 4 bölünsün x üstə gəl 2 funksiyasının təyin oblasını tapın. Funksiyasının təyin oblasını tapın. Həlli. Deməli, ikinci dərəcədən kök altında x kvadratı çıxaq 4 bölünsün x üstə gəl 2 funksiyasının təyin oblasını tapmaq lazımdır. Yəni, y bərabərdir. Kök altında x kvadrat çıxaq 4 bölünsün x üstə gəl 2 funksiyasının təyin oblasını tapmaq üçün, yəni dy kimi işarə olunur təyin oblas. Məlumdur ki, ikinci dərəcədən ümumiyyətlə kökaltı funksiyaların təyin oblasını tapmaq üçün kökaltı ifadə böyük bərabərdir 0 olmalıdır. Deməli, biz alırıq x kvadrat çıxaq 4 bölünsün x üstə gəl 2 böyük bərabərdir 0. Və buradan çıxır ki, x kvadrat çıxaq 4 vuraq x üstə gəl 2 böyük bərabərdir 0. Şərt ödənilir, məxrəc fərqlidir 0-dan. Bax, bu bərabərsizlik ekvivalentdir
ekvivalenti bu yazılışına. Buradan da çıxır ki, bildiyiniz kimi bu x şah 2 x üstə gəl 2'dir. Olacaq x üstə gəl 2'nin kvadratı, bura x şah 2 böyük bərabərdir 0. Və x da mənfi 2'ni almır şərtində. Orta məktəbdə 9-cu sinifdə intervallar metodu keçmişsiniz. İntervallar metodunu tətbiq edirik. İntervallar metodu qüvvətlə olanda, burada hədlərin qüvvətlə olanda ümumiləşmiş intervallar metodu deyilər. Ona da toxunda mən indi göstərirəm. Nöqtələr x fərqlidir, buna x2 deyək, x1 də bərabərdir 2 olur. Deməli, nöqtələrimiz mənfi 2 almır, mənfi 2'ni və 2'ni alır. Dolu nöqtə deyirsiniz, göstəririk bunu. Və 2'dən sağ tərəfdə bütün qiymətlərdə bu doğrudur, müsbət qiymət alır. Bərabərçiliyə baxın, artma sırasındadır. Deməli, onda üstü dərəcə təkdir. Dərəcə təkdir. Dəyişir. Dərəcə cüt olanda işarə dəyişmir. Yenə də burada aşağıda qaldı. Mənfi, mənfi. Və baxın, böyük bərabərdir 0. Mənfi sonsuzluqdan 2'yə qədər qiymətlər almır. 2'dən müsbət olması 2'dən müsbət sonsuzluğa qiymətlər alır. Deməli, onda dy bərabər olur. 2'ni alır 2'dən müsbət sonsuzluğa. Bu oldu bizim məsələnin cavabı. Bu məsələ də bax, bu şəkildə həll olur. Məsələ sual 4. Sual 4. Belə bir suala baxırıq. İfadənin qiymətini tapın. İfadənin qiymətini tapın. İfadəmiz bu şəkildədir. Kök altında, ikinci dərəcənin kök altda 3 çıxar 2'nin kvadratı çıxar kök altında kök altda 3 üstə gəl 2'nin kvadratı. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Həlli. Sizə yenə nəzəriyyə əsaslanmaqla göstərəcəm. Bilirsiniz ki, kök altında x kvadratı bərabərdir. Modulca x eyniliyi doğrudur. Biz bu eyniliyə əsaslanaraq verilən ifadəmizi yaza bilərik. Kök altında 3 çıxar 2'nin kvadratı çıxar kök altında 3 üstə gəl 2'nin kvadratı. Bu bərabərdir. Buradan çıxacaq modulda kök altda 3 çıxılsın 2. İkinci ifadədən də mənfi kök işarəsi qarşısında olduğundan qarşıda olur. Kök altda 3 üstə gəl 2. Və bilirsiniz ki, modulca ifadədən müsbət qiymət çıxmalıdır. Kök altda 3 2'dən kiçik olduğundan moduldan 2 çıxar kök altda 3 alınır. Birinci ifadədən 2 çıxar kök altda 3. Müsbətdir ki, 2 kök altda 3'dən böyükdür. Burada isə kök altda 3'dən müsbətdir 2 də elə özü çıxır, amma modulun qarşısında mənfi işarəsi olduğundan
Olur bu şəkildə kök altda 3 üstə gəl 2, bu da bərabərdir 2 çıxaq kök altda 3 və buradan mənfi işarəsi dəyişir, işarələr mənfi kökdə 3, mənfi 2. 2'lər islah oldu. Mənfi 2 kök altında 3. Beləliklə bu sualın cavabı mənfi 2 kök altında 3 olur. Sual 5. Sual 5. Tənliyin ən böyük kökünü tapın. Tənliyin ən böyük kökünü tapın. Tənliyi yazırıq. Modulca x çıxaq 2 bərabərdir 2 çıxaq x. Tənliyin ən böyük kökünü tapın, həlli. Yenə də nəzəriyyəyə əsaslanıb yazaq. Deməli, məchulun modul işarəsi daxilində olan tənliklərin həlli mövzusundan məlumdur ki, modulca fx bərabərdir fx'in özü və yaxud modulca fx bərabərdir mənfi fx olarsa, buradan çıxır fx böyük bərabərdir 0'a. Həllər çoxluğu bax bu bərabərçilikdən. Buradan da mənfi fx böyük bərabərdir 0. Onda buna əsaslanaraq verilən tənliyimizdən modulda x çıxaq 2 bərabərdir 2 minus x. Fikir verin. Fx bu mənfi fx'dir. X minus 2'nin əks işarə ilə götürülür. İkinci haldır. Buradan çıxır ki 2 minus x böyük bərabərdir 0 olmalıdır. Bərabərsinin hər iki tərəfini mənfi 1'ə vururuq. Mənfi 1'ə vuranda işarə əksinə dəyişir. X çıxaq 2 kiçik bərabərdir 0. Və buradan alıram. X kiçik bərabərdir 2. Ədəd oxunda əyaniliyi artırmaq üçün ədəd oxunda göstərirəm. 2 nöqtəsini alır. 2 nöqtəsindən kiçikdir. Yəni mənfi sonsuzluqdan 2'yə qədər bu bərabərçiliyin həllidir. Cavabı yazırıq bu şəkildə. X daxildir. Mənfi sonsuzluqdan 2'yə qədər 2'ni alır. Deməli, bu məsələnin də həlli bu şəkildə olur. Sual 6. Mən burada ən böyük kökü də qeyd edeyim cavabda. Ən böyük kök x bərabərdir 2. Çünki hər loblastı mənim çoxdan 2'yə qədər olanda ən böyük kök elə 2'dir. Sualın cavabı 2. Cavab 2 olur. Məsələ sual 6. Sual 6. Sual 6'da deyilir, A-nın hansı qiymətlərində AX çıxaq 2x
bərabərdir 3x, 3 vuraq x çıxaq 1. Tənliyinin yeganə kökü var. Tənliyinin yeganə kökü var. Həlli. Deməli, burada biz bu tənliyin parametrdə A parametrinin arasında bizə tənlik verilir. Xətti tənlik də ona görə ki, x-in dərəcəsi 1-dir. Və sizə məlumdur ki, nəzəriyyədən AX bərabərdir B xətti tənliyinin yeganə həlli olması üçün A fərqlidir, 0 olmalıdır. A sıfırdan fərqli. İndi biz öz tənliyimizi yazırıq. A parametrindən asılı AX çıxaq 2x bərabərdir 3 vuraq x minus 1. Buradan alırıq. AX çıxaq 2x bərabərdir 3x çıxılsın 3. Buradan da alıram. AX çıxaq 2x 3x'i sol tərəf keçirəndə çıxaq 3x oldu, bərabərdir -3-ə. Və buradan da aldım ki, AX çıxaq 5x bərabərdir -3-ə. X ortaq vuruq çıxardırıq burada. Olacaq A çıxaq 5 x bərabərdir -3-ə. Fikir verin. AX bərabərdir 5 şəkilli xətti tənliyi aldı. Sadəcə olaraq buradan yerin A çıxaq 5 əmsaldır və dedik ki, A çıxaq 5 fərqli olmalıdır 0-dan. Buradan da alırıq ki, A fərqlidir 5. Beləliklə bu sualın cavab oldu. A fərqlidir 5 olduqda verilən tənliyin yeganə kökü var. Sual 7. Yedinci sual. Kosinüs alfa bərabərdir -0,8 və tangens alfa böyükdür 0 olarsa sinüs alfanı tapın. Bərabərdir sual. Həlli. Əvvəlcə sizə onu deyim ki, trigonometriyadan sizə məlumdur ki, birinci eynilik, 6 eynilik var trigonometrik eynilik. Birinci eynilik belədir. Sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat alfa bərabərdir vahidə. Və burada biz araşdıraq. Kosinüs alfa mənfidir qiyməti. Tangens alfa da 0-dan böyükdür. Deməli, sinüs alfa onda tangens alfa bərabərdir. Sinüs alfa bölək kosinüs alfa olduğundan, bu da böyükdür 0 olduğundan, onda sinüs alfa da mənfi olmalıdır ki, mənfinin mənfiyə nisbəti müsbət olsun. Deməli, onda buradan alınan sinüs kvadrat alfa bərabərdir 1 minus kosinüs kvadrat alfa. Buradan da alınır ki, sinüs alfa bərabərdir. Üstəgəl çıxaq kök altında 1 çıxaq kosinüs kvadrat alfa. Bax, biz burada bu işarəni mənfi götürməliyik. Bu da 3-cü rübət düşür deyə mənfidir bu şərtdən. Bilirsiniz ki,
tangens alfa birinci və üçüncü rütbə müsbətdir. Və onda biz bu şərtdən istifadə edib, bizim məsələnin şərtində götürürük ki, tangens alfa böyükdür 0 olduğundan sinus alfa bizdə olacaq bərabərdir. Mənfi kök altında 1 çıxar. Kosinusun qiymətini yazırıq. Mənfi 0,8'in kvadratı. Bu bərabərdir mənfi kökün altında 1 çıxar 0,64. Mənfi kök altında 0,36. Bu da bərabərdir mənfi 0,6. Deməli bu sualın cavab sinusun qiyməti olaraq götürülür mənfi 0,6. Məsələ sual 8. Sekizinci sualın şərtini yazaq. Həndəsi silsilədə B3 üçüncü ət 2'ye bərabər olarsa B1 vuraq B2 vuraq B3 vuraq B4 vuraq B5 ifadəsinin qiymətini tapın. Həlli. Sizə xatırladıram həndəsi silsilədən. Bildiyiniz kimi həndəsi silsilənin xassiyyələrindən biri budur ki, həndəsi silsilənin eninci həddinin kvadratı ondan eyni uzaqlıqda olan hədlərin hasilinə bərabərdir. Yəni, tutaq ki, sadə hal yazıram, Bm-1 vuraq Bm+1. Ortadadır Bn. İndi biz öz misalımızı yazaq. Bu xassiyə əsaslanaraq yazıram mən B1 vuraq B2 vuraq B3 vuraq B4 vuraq B5 bərabərdir. B3 bizdə verilən həddir. B2 vuraq B4 eyni uzaqlıqda olan B3'ün kvadratı olacaq. Eyni uzaqlıqda B1, B4 də B3'ün kvadratı olur. Beləliklə bu ifadə B3'ün kvadratı B3 hasili olur. Yəni B3 vuraq B3'ün kvadratı vuraq B3'ün kvadratı. Buradan da alırıq B3'ün üstü 1 üstəgəl 2 üstəgəl 2 oldu 5. B3 də 2 olduğundan 2'nin üstü 5. Bildiyiniz kimi 2'nin üstü 5 32'ye bərabərdir. Deməli bu sualın cavab 32 olur. Və növbəti suala keçirik. Sual 9. Dokuzuncu sual. Sinüs alfa çıxaq kosinüs alfa bərabərdir 2'də 1 olarsa
Sinüs alfa vuraq, kosinüs alfanı tapın. Həlli. Deməli, bizə verilib sinüs alfa çarpı kosinüs alfa 2-də 1 olarsa, sinüs alfa vuraq kosinüs alfanı tapın. Və mən görürəm ki, sinüs alfa vuraq kosinüs alfanı tapmaq üçün biz verilənin hər iki tərəfini kvadrata yüksəltməliyik. Və A çıxaq B-nin kvadratı bərabərdir. A kvadrat çıxaq 2AB üstə gəl B kvadrat müxtəsər vurma düsturundan istifadə edək. Onda alıram sinüs alfa çıxaq kosinüs alfanın kvadratı bərabərdir 2-də 1-in kvadratı. Buradan çıxır ki, sinüs kvadrat alfa çıxaq 2 sinüs alfa vuraq kosinüs alfa üstə gəl kosinüs kvadrat alfa bərabərdir 4-də 1-ə. Buradan alırıq. Bildiyiniz kimi sinüs kvadrat alfa ilə kosinüs kvadrat alfanın cəmi birinci trigonometrik eğriliyə görə vahid verir. Alıram ki, vahid çıxaq 2 sinüs alfa kosinüs alfa bərabərdir 4-də 1-ə. Buradan alıram 2 sinüs alfa vuraq kosinüs alfa bərabərdir 1 çıxaq 4-də 1. 1-dən 4-də 1-i çıxanda 4-də 3 aldıq. Buradan çıxır ki, sinüs alfa vuraq kosinüs alfanı tapmaq üçün hər iki tərəfi 2-yə bölürük. 4-də 3 bölünsün 2. Bu da bərabərdir. 4-də 3 vuraq 2-də 1, 8-də 3. Beləliklə bu sualın cavab 8-də 3 alırıq. 9-cu sual elədik, 10-cu suala keçək. Onuncu sual. Y bərabərdir. Y üstü x çıxaq x üstə gəl 1 funksiyasının kısaca yazıram mənfi 1 parçasında en kiçik qiymətini tapın. Parçasında en kiçik qiymətini tapın. Həlli. Xatırladıram sizə, funksiyanın parçada en kiçik qiymətinin tapılması sadə dildə. Funksiyanın törəməsi tapılır və böhran nöqtələrini tapırıq. Parçaya daxil olan böhran nöqtələrində o parçanın uclarına da daxil o içəridə. Bir də parçanın uc nöqtələrində funksiyanın qiyməti tapılır. O qiymətlərdən ən böyüyü bu funksiyanın parçada ən böyük qiyməti, ən kiçiyi isə bu funksiyanın parçadakı ən kiçik qiyməti hesab olunur. Onda biz yazırıq. Əvvəlcə verilən funksiyanın törəməsini tapıb böhran nöqtəsini tapaq. Y bərabərdir y üstü x çıxaq x üstə gəl 1-dən çıxır ki, y ştirik bərabərdir y üstü x çıxaq x üstə gəl 1-in törəməsi. Y üstü x-in törəməsi özünü verir y üstü x. X-in törəməsi çıxaq x-in mənfi 1. Vahid sabitin törəməsi 0 verdiyindən aldıq ki,
törəmə oldu belə. Deməli, törəmə bərabərdir sıfırda. Burada kəsr funksiya deyil, törəmənin ümumiyyətlə böhran nöqtəsi, belə deyim, geniş anlayışda funksiyanın böhran nöqtəsi, funksiyanın törəməsinin sıfıra çevrildiyi və törəməsinin olmadığı daxili nöqtələr çoxluğuna deyilir. Burada törəmənin olmadığı nöqtə yoxdur deyə, ancaq stasionar nöqtələr, törəmənin sıfıra çevrildiyi nöqtələr tapmaq lazım gəlir. Onda alıram y üstü x şah 1 bərabərdir sıfırdan çıxır ki, y üstü x bərabərdir 1-ə. Üstülü tənliklərdən sizə məlumdur ki, üstülü funksiya y üstü o vaxt 1-ə bərabərdir ki, qüvvət sıfıra bərabər olsun. Çıxır ki, x bərabərdir sıfıra. Deməli, böhran nöqtəsi sıfırdır. Parçanın ucu nöqtələri -1, böhran nöqtəsi 0. Bu nöqtələrdə funksiyanın qiymətini tapırıq. Və bizdən ən kiçik qiymət soruşulur. Bu qiymətlərdə funksiya hansı qiymətləri alır onu tapaq. Yazıram, y-in -1 nöqtəsindəki qiyməti bərabərdir y üstü -1 çıxaq -1 üstəgəl 1. Bu da bərabərdir. Üstəgəl olur. 1 bölək y üstəgəl 2. Y sıfırda sıfır üstülü kəmiyyət vahidə bərabərdir. 1 çıxaq 0 üstəgəl 1 bərabər oldu 2-yə. Və y1-də y üstü 1 y çıxaq 1 üstəgəl 1 bərabərdir y. Və bu qiymətlərin içərisində baxırıq ki, deməli qiymətlər oldu. -1-də 1 bölək y üstəgəl 2, sonra 2, bir də y. Y də bilirsiniz 2 ilə 3 arasında irrasional ədəddir. Bax, fikir verin. Bu qiymətdə, y də 2-dən böyükdür. Deməli, ən kiçik burada 2-dir. Deməli, bu sualın cavabı y-in 0 nöqtəsindəki qiyməti 2 olacaq. Cavab bu sualda 2-yə bərabərdir. Növbəti sualı yazaq. Və 11-ci sual. On birinci sualda deyilir. Fx bərabərdir 3'ün üstü x vuraq ln 3 çıxaq 2x üstəgəl kosinus x funksiyasının fx funksiyasının böyük f0 bərabərdir 2 şərtini ödəyən ibtidai funksiyasını tapın. Şərtini ödəyən ibtidai funksiyasını tapın. Funksiyasını tapın. Həlli. Siz bilirsiniz ki, ibtidai funksiya müəyyən parçada f'(x) böyük f'(x) bərabərdir. fx AB parçasında böyük f'(x) bərabərdir fx şərtini ödəyən
böyük fx funksiyasına kiçik fx'in ibtidai funksiyası deyilir. Və buradan çıxır ki, tərifdən ibtidai funksiya bərabərdir verilən funksiyanın integralına. İndi mən nə edəcəm? İbtidai funksiyanı ümumi halda tapacağım. Sonra bu şərti nəzərə alacağım. Bunun üçün götürürəm böyük fx bərabərdir yazıram. İntegral, bax bu düsturda fx'in qiymətini yazıram. 3'ün üstü x ln 3 çıxaq 2x üstə gəl kosinus x'in integralı. Bu qeyri-müəyyən integral 3 dənə cəmdən ibarət olan funksiyalardan integralıdır. Hər birinin integrallar cəminə, cəmin integralı integrallar cəminə bərabərdir. Yazıram 3'ün üstü x ln 3 dx çıxaq 2x dx üstə gəl integral kosinus x dx. Və buradan alırıq. ln 3 sabitdir. A üstü x'in integralı 3 üstü x'in integralı verir. 3'ün üstü x bölünsün ln 3. Burada da vuraq ln 3 var. 2 çıxdı qarşıya. X'in integralı x kvadratı bölə 2. 2 ilə 2 ixtisar oldu. Qaldı x kvadrat integral burada. Kosinüs integral da bildiyiniz kimi sinus x'ə bərabərdir və plus s. Biz ibtidai funksiyanı ümumi şəkildə şərtə baxın. F0 2'yə bərabərdir. F0 x'in yerinə 0 yazanda bax burada da bunlar ixtisar gedir. Bunun nəticəni biraz yığacam yazayım. 3'ün üstü x çıxaq x kvadrat üstə gəl sinus x üstə gəl s. Bax bu ibtidai funksiyamız. Bu bərabərdir bu şəkildə. Yığacam şəkildə. X'in yerinə 0 yazaq. 3'ün üstü 0 1. Bax 3'ün üstü 0. 0 yazanda 0. Sinus 0'da 0'a bərabərdir. Üstə gəl s. Şərtə görə bu 2'yə bərabər olmalı. Deməli bərabərdir 2. Onda buradan çıxır ki s bərabərdir 2 çıxaq 1. S 1'ə bərabərdir. Və ibtidai funksiyamız olacaq bu şəkildə. Bu şərti ödəyən fx bərabərdir. Yerinə yazıram s'nin qiymətini. 3'ün üstü x çıxaq x kvadrat üstə gəl sinus x. S'nin yerinə 1. Deməli cavab, burada cavab oldu bu şəkildə. Cavab fx böyük fx bərabərdir 3'ün üstü x çıxaq x kvadrat üstə gəl sinus x üstə gəl 1. 12. suala keçək. 13. suala keçək. 13. sualımız belədir. Limiti hesablayın. 12. sual limiti hesablayın. Limiti hesaplayın. Limit x yaxınlaşanda 3'ə 9 çıxaq x'in kvadratı kök altında 3x çıxaq 3. Gördüğünüz kimi x 3'ə yaxınlaşanda 0 bölək 0 şəklində qeyri-müəyyənlik alınır. Bax bunu kənarda yazıram. 0 bölək 0 şəklində qeyri-müəyyənlikdir. Mən bunu sadə 9-cu sinif səviyyəsində L'Hopital qaydasız eləyəcəm qruplara ayırmaq üçün hamıya aydın olsun. Həlli.
Limiti yazırıq. Limit x yaxınlaşanda 3'ə 9 çıxaq x kvadrat bölünsün kök altda 3x çıxılsın 3. Birinci məxrəcdə birinci x olduğuna görə mənfini qarşıya çıxardıram. Limit işarəsi halı. İcazənizlə olacaq limit x yaxınlaşanda 3'ə x kvadrat çıxaq 9. Burada da kök altda 3x çıxaq 3. Məxrəcdən kök altda 3'ü ortaq vuruş çıxardıram. Diqqətlə baxaq. Kök altda 3'ü ortaq vuruş. Bu 3 kök altda 3 vuraq kök altda 3'dür. Onda olacaq kök altda 3'ü çıxardanda burada qalacaq kök altda x. Burada da kök altında 3. Çünki 3 kök altı 3'ün kvadratı. Surətdə də kvadrat çıxaq b kvadrat düsturundan oldu x üstə gəl 3 x çıxaq 3. Və x çıxaq 3'ə yenə də bax belə bir düstur tətbiq edirəm. Bilirsiniz ki a çıxaq b bərabərdir. Kök altda a'nın kvadratı çıxaq kök altda b'nin kvadratı. Bu da bərabərdir kök altda a çıxılsın kök altda b. Vuraq kök altda a üstə gəl kök altda b. Bu düsturu bura tətbiq edirəm. 1 bölə kök altda 3 sabitdir çıxdı qarşıya. 1 bölə kök altda 3. Limit x yaxınlaşanda 3'ə. Oldu. Olduğu kimi saxlayıram məxrəci. Kök altda x çıxılsın kök altda 3. Surət x plus 3 olduğu kimi qalır. Bunu isə yazırıq. Kök altda x minus kök altda 3 vurulsun kök altda x üstə gəl kök altda 3. Kök altda x üstə gəl kök altda 3. Fikir versəniz görəcək ixtisarlarımızı apararıq hansı ki bizə o 0 bölək 0 şərtini yaradan qeyri-müəyyənlik yaradırdı. İxtisar elədik. Aldıq belə bir mənfi 1 bölək kök altında 3. Bura artıq x'in yerinə qiymətləri yaza bilərik. Burada olacaq kök altda 3 üstə gəl x üstə gəl 3 elədi 3 üstə gəl 3 6 vuraq. Kök altda 3 kök altda 2 kök altda 3. Məxrəcdə də 1 qalmışdı. Və bax belə bir ifadə aldı. Kök altda 3'lər ixtisar oldu. Və buradan aldıq ki bərabərdir mənfi 12'yə. Və növbəti məsələyə keçirik. Bu sualın cavabı mənfi 12 oldu. Növbəti sualımız 13-cü sual olur. Sual 13. Üçbucağın bucaqları bucaqları 1, 2, 3 nisbətindədir. Böyük bucağı tapın. Böyük bucağı tapın. Həlli.
Deməli, üçbucağın bucaqları 1-2-3 nisbətindədir. Bilirsiniz ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 1-2-3 nisbətində onda olacaq x üstə gəl 2x üstə gəl 3x bərabərdir 180 dərəcə alırıq. Buradan çıxır ki, 6x bərabərdir 180 dərəcəyə, x bərabərdir 30 dərəcə. Və böyük bucaq deyəndə böyük bucaq 3x-dir. 3x bərabər olacaq 3 vuraq 30 dərəcə, bu da bərabərdir 90 dərəcə. Deməli, bu sualın cavabı cavab olacaq 90 dərəcə. Məsələ, sual 14. Sual 14. Bərabər yanlı üçbucağın bərabər yanlı üçbucağın bərabər yanlı üçbucağın tərəfləri 11 santimetr 11 santimetr və 5 santimetr olarsa onun perimetrini tapın. Onun perimetrini tapın. Həlli. Deməli, burada abituriyentlərin səhv elədiyi nöqtə əsasən hara olur? Bilirsiniz ki, üçbucağın hər hansı bir tərəfi, məsələ C tərəfi kiçikdir, iki tərəfinin cəmindən böyükdür, o tərəflərin fərqinin modulundan. Burada abituriyent götürə bilər 11, 5, 5. Amma bir şeyə fikir verək ki, bu şərt ödənmir. Məsələ 11 kiçikdir 5 üstə gəl 5 10 eləyir. Şərt ödənmir. Deməli, burada çox diqqətli olmalı ki, bu şərti ödəyəni götürsün. Bax, burada elə bil alır 11 kiçikdir 5 üstə gəl 5 yaz alınır, səhv alınır. Burada da 5 çıxaq 5 modulca. Bu səhvdir. Ona görə də seçimdə bu şərti ödəyəni seçməlidir. Deməli, onda olmalıdır 11, 11, 5 üçbucağın tərəfləri. Yəni, elə bil ki, A bərabərdir 11, B bərabərdir 11, C bərabərdir 5. Belə olan halda üçbucağın perimetri P üçbucaq bərabər olacaq 11 üstə gəl 11, üstə gəl 5, perimetr olur 22, 27. Yəni, üçbucağın perimetri 27 santimetr olur. Bu məsələnin cavabı. Cavab 27 santimetr. Növbəti məsələ. Məsələ 15. Məsələ 15. Məsələ 15-də deyilir, YZ müstəvisinə nəzərən, YZ müstəvisinə nəzərən
A5 -2 -1 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Həlli. Əyənliyi artırmaq üçün mən üç ölçülü fəzada Descartes koordinat sistemini çəkirəm. X, Y oxu, bu da Z oxu. Deməli, bizi YZ müstəvisi bu müstəvidir. Bax, bu müstəviyə nəzərən A5 -2 nöqtəsi -1 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Deməli, burada hansı müstəvidən söhbət gedirsə, onlara uyğun koordinatlar sabit qalır. Yazılmayan, bax fikir verin, X bu tərəfdə müsbətdir, bu istiqamətdə müsbətdir. Deməli, ona simmetrik olan o birisi tərəfdə X-in mənfi olduğu yerdə olacaq. Ona görə də A5 -2 -1 nöqtəsinə simmetrik olan nöqtə, dediyim kimi absis müsbət oldu, bu yandadır. Bu müstəviyə nəzərən simmetrik olanda X-in mənfi hissəsinə düşür, olacaq A' -5 -2 -1 nöqtəsi. Bu sualın cavabı verilən nöqtəyə simmetrik YZ müstəvisinə nəzərən simmetrik olan nöqtə A' -5 -2 nöqtənin koordinatları 1 olur. Məsələ 16. Məsələ 16. Radiusu 5 santimetr olan kürənin mərkəzindən 4 santimetr məsafədə müstəvi keçirilmişdir. Və tələb olunur bizdən, alınan kəsiyin sahəsini tapın. Alınan kəsiyin sahəsini tapın. Deməli, bu məsələ fəza cisminə, kürəyə aiddir və burada tələbələr hansı səhvi eləyir, onu düzgün başa düşmək üçün mən deyəcəm sizə nə etmək lazım. Kürə məsələsidir. Burada kürənin ox kəsiyi, yəni ən böyük dairəni çəkmək kifayət eləyir. Ən böyük dairəni mərkəzdən, deməli, R bərabərdir 5 santimetr radiuslu kürənin
ox kəsiyində ən böyük dairə 5 sm o mərkəzini göstərək və burada 4 sm məsafədə bu radius 5, 4 sm məsafədə bura 4 sm, bura K nöqtəsi deyək, o nöqtəsi K və radiusu çəkirik, bu nöqtəni birlə. Burada alınan kəsik, bax, bu dairə olur, bax, bu dairə olur. Bu dairənin sahəsi soruşulur. Deməli, mən OKA, bu da B. OK 4-ə bərabərdir. OA radiusu 5-ə bərabərdir. R bərabərdir OA-ya, o da bərabərdir 5 sm. Üçbucaq OKA-dan Pifagor teoreminə görə KA bərabərdir, kiçik R deyək, o kiçik dairənin radiusu bərabərdir. Kök altda 5-in kvadratı çıxaq 4-ün kvadratı. Bərabərdir 25 çıxaq 16, 9, bu da 3-ə bərabərdir. Deməli, o kəsiyin radiusu kiçik R bərabər oldu 3 santimetrə. Bilirsiniz ki, dairənin də sahəsi S kəsik dairədir. Pi kiçik R-in kvadratı alırıq. Pi vuraq 3-ün kvadratı, bu da bərabərdir 9 pi santimetr kvadratı. Beləliklə cavab, bu sualın cavabı 9 pi santimetr kvadrat olur. Məsələ 17. Məsələ 17-də verilir A vektoru 2, 3, -1 və B vektoru 0, 1, 4 koordinatları 0, 1, 4. Vektorlarının skaler hasilini tapın. Vektorlarının skaler hasilini tapın. Həlli. Deməli, məlumdur ki, sizə əgər A vektoru koordinatları AX, AY, AZ olarsa, B vektoru koordinatı BX, BY, BZ olarsa, onların skaler hasili işarə olunur AB bərabərdir AX, BX üstəgəl AY, BY üstəgəl AZ, BZ olur. Bunu tətbiq eləsək, bizdə skaler hasil A və B vektorlarının skaler hasili bərabər olacaq uyğun koordinatların hasilləri cəmi 2 vuraq 0 üstəgəl 3 vuraq 1 üstəgəl -1 vuraq 4. Bu da bərabərdir 0 üstəgəl 3 çıxaq 4 bərabərdir -1-ə. Deməli, A və B vektorlarının skaler hasili -1-ə bərabərdir. Bu oldu məsələnin cavabı. Cavab -1. 18-ci məsələ. Belə bir məsələyə baxaq burada.
Sual 18. Beraber yanlı trapesiyanın oturacakları 12 santimetre ve 20 santimetrdir. Diagonalların perpendikular olduğunu bilerek diagonalların perpendikular olduğunu bilerek trapeziyanın sahəsini tapın. Həlli. Bizə trapeziya verilir, beraber yanlı trapeziya. Belə ki, onun diagonalları perpendikulardır. A, B, C, D diagonallar perpendikulardır. Ve burada verilir 12 santimetre oturacak, 20 santimetre. Mən hündürlüyü çəkirəm, kəsmə nöqtəsindən keçən hündürlüyü. Diqqətlə baxa, bilirsiniz ki, S trapeziya bərabərdir. A üstə gəl B oturacaqlar cəmi yarısı ilə hündürlüyü hasilinə. A, B bizdə verilir, biz H-ı tapmalıyıq. H da buna deyək M, N, P. Böyük üçbucaq AND-də düz bucaq təpəsindən hipotenuza endirilən perpendikulardır. Çünki bərabər yanlı üçbucaqdır bu. Bu olur 45 dərəcə. Bu düz bucaqdır, onda bu da olur 45 dərəcə. Deməli, bu hissə MN bərabərdir AD'nin yarısına. AD'nin yarısı da 10 eləyir və kiçik üçbucaqda BNC-də üçbucaq BNC-dən NP bərabərdir. Həmən qayda ilə bu düz bucaq olduğundan 45 dərəcə olur və bu da bərabər yanlıdır. Onda burada 45 dərəcə olur. NP bərabər olacaq ABC'nin yarısına. Bu da bərabərdir 10/2, 5. Deməli, hündürlük onda H bərabər olur. 10 üstə gəl 5, 15. 10 üstə gəl, 12'nin yarısı 6 oldu. 6. 10 üstə gəl 6 oldu 16. Bax, 12'nin yarısı 6, bu da 6. Və S trapeziya bərabər olacaq. 20 üstə gəl 12 bölək 2 vuraq 16. 20 üstə gəl 12, 32 2'yə böləndə 16 vuraq 16. Bu da bərabərdir 256. Beləliklə bu məsələnin cavabı S trapeziya bərabərdir 256 santimetrin kvadratı olur. Cavab 256 santimetr kvadratı. Bununla da bugün mən dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni